Bugündən bəzi təhsil müəssisələrində məktəbli avtobusları fəaliyyətə başlayıb. İlkin mərhələdə pilot layihədə 1250-dən çox şagird yararlana biləcək. Məqsəd şagirdlərin hər gün üzləşdiyi nəqliyyat sıxlığını aradan qaldırmaqdır. Şagirdlərin daşınması layihə əsasən bu nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Valideynlər isə övladların həm məktəbə, həm də evə aparılmasını mobil tətbiq üzərindən nəzarət edə biləcəklər. Qiymətlər isə minimum 100 manatdan başlayır bir şagirdə görə. Əgər 2 və 3-cü şagirdlərə isə məsafəyə görə dəyişir qiymət. Elə bil rahatdır, elə bil belə, elə çox rahatdır. Mənim belə xoşuma gəlir. Piyada gəlməyəcəm, elə maşınla da gəlməyəcəm, elə avtobus kimi bir şeylə gələcəm. Layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. Lakin valideynlər deyir uşaqlarını özlərinin aparıb gətirməsi qiymət cəhətdən daha ucuz başa gəlir. Özümüzün gətirib aparmamız daha sərfəlidir. Bizdə bir evdən 3 uşaq gəlir. Qiymətlər, yəni elə qiymətlər, fantastik qiymətlərdən danışırlar ki, özümün gətirib aparmağım ondan 3 dəfə ucuz başa gəlir. Nə qədər pul istəyirlər bir uşağın aparılmasına? Qədərini deməyim, amma ki, özümə 3 dəfə daha ucuz başa gəlir. Qiymətə təsir göstərən amil məsafə, ikinci, üçüncü uşağa endirimlər tətbiq olunur. Eyni zamanda şəhid ailələrinə və qazi ailələrinə də endirimlər tətbiq olunur. Yaralanmaq üçün bu fürsətdən mobil tətbiq yükləmək lazımdır. Əgər suallar olarsa, Ulduz 22-20-yə müraciət etmək olar. Gələn ilin sentyabr ayından planımız digər məktəblərə də miqyaslanmaq və daha böyük əraziləri nəzərə almaq. Qiymətin daha da əlçatan olması ilə bağlı hazırda işlər gedir. Bu yaxın zamanda endirimlər və sair tətbiq olunacaq təbii ki. Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına elitar gimnaziya, 6 nömrəli məktəb lisey, general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb, Arif Hüseynzadə adına 20 nömrəli məktəb lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Qeyd edək ki, məktəbli avtobuslara avtobus solağına girə bilməyəcəklər. Rəşad Vəkiloğlu, Fidan Səfər, Space xəbər.